Salam əziz izləyicilər. Mənə verilən suallardan belə başa düşürəm ki, köhnəlmiş kombilər ki var 5-10 il işləmiş, onların əksəriyyətində genişlənmə baxı xarabdır. O təzyiq oynayır, gəh qalxır, gəh düşür. Mən çox videolar çəkmişəm, paylaşmışam. Amma nəsə elə bil baxmırlar, nədir, yenə suallar verirlər, yenə suallar verirlər. Ona görə qərar aldım ki, bu genişlənmə baxının quruluşu haqqında bir dənə video çəkim, biləsiniz nə cür qurulub o və problem yarananda anlaya biləsiniz nədir, nə cür eləmək olur. Birinci quruluşuna baxaq. Bir köhnə xarab bakım var. Bax budur. Buradan hava vurulur. Hava vurulur. Bu iki kameradan ibarətdir. Bax bu su girişi oradır. Deməli, bu kameranın birinə su vurulur. Bax bu su vuruldu, tutaq ki, bax bu hissəyə su vuruldu. O su bu hissəyə adlanır. Buraya isə hava vurulur. Hava da bu hissəyə adlanır. Məqsəd də nədir ki, su qızdırılanda həcmi genişlənir, təzyiqi artır, sistemdə suyun təzyiqi artır. Bax o təzyiq artımını kompensasiya eləmək üçündür. Hava biraz sıxıla bilir, ona görə hava vurulan hissəyə doğru membran sıxılır, su olan hissə genişlənir, təzyiq normal həddə qalır. Bax bunun məqsədi, funksiyası budur. Amma nə baş verir? Bu rezin membran deşilə bilir, cırıla bilir yönəldikcə və suyun təzyiqi tədricən hava kamerasına dolur, suyun bir hissəsi. Hava kamerasına dolur, o həddə qədər ki, hava kamerası tamam suyla dolmuş olur. Artıq orada hava yoxdur deyə suyun temperaturu artanda burada havanı sıxışdıra bilmir, yoxdur hava. Buranın havası çıxır suya qarşı gedir, sonra da o hava klapanı var. Kombi sistemində o klapanla xaric olur, çıxır gedir. Və bu öz funksiyasını itirir. Temperatur qalxanda təzyiq qalxır, temperatur düşəndə təzyiq düşür. Bax, bu problem incidir kombi işlədicilərini. Ona görə bax, belə göstərirəm, bir də göstərirəm. 3 hissədən ibarətdir. 2 dənə tarılka deyək, boşqab, bir dənə də rezin membran. Və ona görə bəzən müvəqqəti yola vermək üçün bura su dolubsa, buradan yenidən hava vurmaq olur. O hava təzədən oradakı suyu sıxışdırıb çıxarır, sistemə göndərir. Və bir müddət, nə bilim, indi o deşiyin böyüklüyündən asılı olaraq 1 ay mı, 2 ay mı, 3 həftə mi saxlayır, bir də su vurmaqla onu aradan qaldırmaq olar. Bəlkə də elə bir sezonu, mövsümü tamam başa vurmaq olar o cür hava vurmaqla. Amma bu dəyişdirilməlidir. Elə ki gördünüz, təzyiq məsələsi sizi incidir, yoxlatdırın, usta çağırın, yoxlasın, manometr qoysun, vursun, görsün germetikliyi pozulubsa, bax bu hava kamerasında hava vurur, yoxlayır. Əgər pozulubsa germetikliyi, deməli bu bak dəyişdirilməlidir. Yaxud açır, açan kimi görür ki, hava kamerasında su var. Elə belə əlində oynadanda da görəcək ki, membranın altına bura hava kamerasına su dolur. O vaxt dəyişdirilməlidir ki, siz rahat istifadə eləyə biləsiniz, sizi kombiniz incitməsin. Kanalda da çoxdur videolar bu barədə, amma görürəm ki, nəsə çatmır da, baxmırlar, qarşılarına çıxmır. Ola bilsin, abunə olanlar baxırlar, olmayanlar bu sualları yazırlar. Təkrar məcbur oluram bir izah elədiyim şeyi bir neçə dəfədə izah eləyim. Bu da bir TikTok'dan bir platformalara xoşum gəlmir, ona görə TikTok'da paylaşmıram, YouTube'da baxın.
YouTube'u xoşlayıram. Bunu ola bilsin TikTok'a da verdim bu çəkilişi. Çünki TikTok'a daha çox adam baxır. Mənim xoşum gəlməsə də. Sağ olun, sağlıqla qalın.